Adınız xeyir olsun. Biz bu 7-ci coğrafya dərslərindən bölmə 6.1 əhali artımında fərqlər mövzusu izahına baxacağıq. Gəlin batırmadan mövzuyla tanış olaq. İnsanlar yaşadığı ərazilər məskunlaşma əraziləri adlanır. Bu termindir, bunu əzbəriyyətdə saxlayın. Dedik ki, insanlar yaşadığı ərazilər nə adlanır? Məskunlaşma əraziləri adlanır. Dünyanın ən qədim məskunlaşma regionları Afrika, Asiya və Avropada formalaşmışdır. Dünyanın ən qədim və ən güclü dövlətləri burada yaranmışdır. Əhali məhz bu regionlardan planetimizə tərəfi yayılmışdır. Yəni siz tarix dərsindən qədim dövlətlər haqqında məlumatınız var. Yəni o biliklərdən istifadə edərək bu coğrafiya fənni ilə sinxron edə bilərsiniz. Bizim eradan əvvəl əhalinin təbii artımı zəif olmuşdur. Əhalinin sayısı 20-ci əsrdən başlayaraq sürətlə artdı. Bəşəriyyətin tarixində ən yüksək artım 1963-cü ildə baş vermişdir. Yəni 2,2% təşkil etmişdir. Yəni 20-ci əsrə qədər əhalinin təbii artımı zəif olmuşdur. Hazırda dünya əhalisinin sayı 8,1 milyar nəfərdən çox əhali yaşayır. Əhalinin illik təbii artımı 85-90 milyon nəfərdir. Lakin son illərdə bu göstərici azalmağa doğru gedir. Daha sonra əhalinin təbii artımı, əhali təbii artım hesabına çoxalır. Təbii artım dedikdə doğulanlarla ölənlər arasındakı sayı başa düşülür. Yəni doğulanlar çox olarsa müsbət, doğulanlar ölənlərdən çox olarsa müsbət, ölənlər doğulanlardan çox olarsa bu mənfi təbii artım hesab olunur. Bu termini yadda saxlayın. Təbii artım nə oldu? Dedik ki, təbii artım dedikdə il ərzində doğulanlarla ölənlər arasındakı sayı fərqi başa düşülür. Sonra əhalinin təbii artımı sayla, yəni nəfərlə və yaxud da faizlə ifadə olunur. Yəni siz testlərdə görəcəksiniz, əhalinin təbii artımı və sayla ya faizlə ifadə olunur. Fikir verirsə burada da məsəl üçün 1963-cü ildə 2,2% təşkil etmişdir. Yəni bu da faizlə göstəricidir. Sonra əhalinin artımı faizlə ifadəsi əhalinin bir ildə ümumi sayı neçə faizinə qədər artdığını göstərir. Yəni faizlə ifadəsi də burada qeyd olunub ki, əhali faizlə ifadəsi bir ildə ümumi sayı neçə faiz artdığını göstərir. Region ölkələrində əhali miqrasiya hesabına da çox ola bilir. Yəni miqrasiya ölkələr hesabına aiddir. Bu mexaniki təbii artıma aiddir. Təbii artım hesab olunmur. Sonra fəaliyyət suallarına baxaq. A və B şəkildə sualları cavablandırın. İnsanların məskunlaşma əraziləri harada yerləşir? İlk məskunlaşma əraziləri Afrika, Asiya və Avropada olmuşdur. Daha sonra isə, yəni tam dəqiq desək, Misirdə Nil çayı hövzəsində, Mesopotamiyada, Hind Qanq hövzəsində, sonra Xanxıyansız çay hövzələrində, sonra Avropa cənublərində və Asiyanın çöllərində insanlar ilk dəfə necə məskunlaşmışlar. Daha sonra qitələrin məskunlaşma xronoloji ardıcılığını müəyyən edək. Gəlin müəyyən edək. Birinci gələcək Afrika, sonra gələcək Asiya. Birinci gələcək Afrika. Birinci gələcək Afrika, ikinci gələcək Avropa, ikinci gələcək Asiya, üçüncü gələcək hansı olacaq? Avropa. Yəni bu da qitələrin məskunlaşma xronoloji ardıcılığıdır. B qrafikanı əsasən eramızdan əvvəl dünya əhalisinin sayını müəyyən edin. Fikir verirsə eramızdan əvvəl, yəni eramızdan əvvəl sıfırdan əvvəl nəzərdə tutulur. Bu da 230 milyon nəfərdir. Bu deyə bax, əhalinin sayının sürətlə artımı hansı ildən başlayır? Əhalinin sürətlə artımı fikir verirsə 1960-cı fikir verirsə əhalinin sürətlə artımı 1800-cü illərdən, baxın fikir verirsə 1800-cü illə 1900-cü illərə qədər, yəni 18-ci əsr, 19-cu əsrə qədər əhalinin təbii artımı 2 dəfə yaxın artır. Sonra isə 1900-dən 60-cı illərə qədər 60 fərqdə təqribən 2 dəfə artır. 1960-2000-ci illərdə əhalinin sayı təqribən yenə 2 dəfə artır. Yəni fikir verirsə təqribən 3 dəfə artır və fikir verirsə 2000-ci ildən başlayaraq əhalinin təbii artımında nisbətən sabitləşmə müşahidə olunur. Sonra baxaq 1900-cü ildə 1960-cı ilə qədər və 1960-dan 2000-ci ilə qədər əhalisinə qədər dəyişdiyini hesablayın. Yəni siz buradan özünüz çıxaraq hesablaya bilərsiniz, vaxt getməsin. Yəni rəqəmləri bir-birindən çıxacaqsınız. 1,6 milyardı 1600 milyon nəfər kimi qeyd edəcəksiniz. 3 milyardı 3 milyon nəfər kimi 6,1-i
600 milyon nəfər kimi qeyd edəcəksiniz və beləliklə çıxıb fərqi hesablaya bilərsiniz. Və yaxud da əksinə 950 milyonu 0,95 milyar nəfər olaraq da qeyd edə bilərsiniz. Sonra F-ə baxaq, 2020-2024-cü illərin əhalisinin illik artım hesabına aldığınız cavab mətnindəki artımla müqayisə edin. Təqribi əhalinin orta illik artımı 80-85 milyon nəfər olacaq. Yəni siz burada rəqəmlər çıxsaz, yəni 8,118-dən 7,8-ə çıxsaz və 4-ə bölsəz, görəcəksiniz orta illik təbii artımı hesablaya bilərsiniz. Sonra əhalinin artımı 0,1%-dən aşağı olan ölkələrdə böyük əksəriyyətlə iqtisadi inkişaf səviyyəsi daha yüksəkdir. Dedik ki, əhalinin sürətli aşağı olması bunun səbəbi nədir? Daha çox əhaliyə diqqət ayrıla bilir. Əhalinin sayı az oldu. Məsəl üçün, sizin ailədə 5 nəfərlik ailədə 2 dənə övlad varsa, məsəl üçün, deyək ki, 4 nəfərli ailədə 2 dənə övlad varsa, onların təhsilinə, səhiyyəsinə daha çox diqqət ayrılacaq. Məsəl üçün, deyək ki, 10 nəfərli ailədə 8 dənə övlad varsa, məbləğlər 8 uşaq arasında bölünəcək və onlar təhsil, səhiyyə və digər keyfiyyətlər nisbətən həmin az uşaqlı ailələrə görə daha aşağı olacaq. Daha sonra deyir ki, 2% yuxarı artım olan ölkələrdə isə kasıb ölkələr hesab olunur. Bu da demişdik ki, niyə kasıb ölkələrdir? Yəni dedik, ailə məsələsini izah elədik. Yəni xərclərin əhali arasında bölünməsidir və əhaliyə daha az miqdarda məbləğ düşür. Yəni bunu nəzərdə tutur. Sonra bu şəkilə baxaq, deyək, əhalinin artımına təsir edən amillər. Baxın, əhalinin təsirinə təbii artım təsir edən amillər iqtisadi inkişaf, müharibələr, təhsil səviyyəsi, ekoloji şərait, dini və mədəni amillər təsir edir. Ekoloji şərait yaxşı olduqda, yəni əhali daha sürətlə artır, yaxşı, sağlam olur. Təhsil səviyyəsi yüksək olduqda insanlar, gənclər daha təhsilə yönəlir, evlilik yaşı artır. Müharibələr olduqda gənc əhali, yəni bilirik ki, əsgəri yaşı 18 yaşdır. Gənc əhali müharibələrdə yəni fiziki məhdudiyyətini itirir və yaxud da nə olurlar, vəfat edirlər. İnsan tələfatı baş verir. İqtisadi inkişafda isə iqtisadi inkişaf olduqda, yüksək olduqda əhali təbii artımı azalır, aşağı olduqda isə təbii artımı azalır. Və milli adət-ənənələrdə də bilirik ki, ölkədə bu faktorda özünü göstərir. Sonra deyir ki, dünya bəzi regionlarda əhali sürətli artır. Bunun səbəbi iqtisadi gerilik, sağlamlıq göstərisinin aşağı olması, başqa amillərdir. Regionlarda isə əhəlinin zəif artımı, bəzi hallarda isə azalmadır. Həmçinin əhəlinin sürətli artımı azalması nəticəsində bu dövlətlərdə müxtəlif problemlərlə üzləşirlər. Yəni, artım azalmasını da əvvəlki dərslərdə biz demişdik ki, hansı problemlər yarada bilər. Daha sonra fəaliyyət suallarına baxaq. Deyir ki, C xəritəsində isə suallar cavablandırır. Bu bizim C xəritəmiz dərsə xülasə riyadı. Baxaq. Cavab verin, qitələr cədvəldəki kimi qruplaşdırın. Əhalinin artımı çox olan ölkələr. Fikir verirsinizsə, burada da tünc göy rəngdə olan, açıq göy rəngdə olan və mavi rəngdə olan yerlər əhali təbii artımı yüksəkdir. Fikir verirsinizsə, Afrika, Asiya, sonra Asiyada, sonra bir dəqiqə. Sonra Cənubi Amerikada əhalinin təbii artımı daha çox olan qitələrdir. Ən yüksək olanlar Afrika və Asiyadadır. Sonra artımda olan qitələr hansılar olacaq? Bunun adı nədir? Şimali Amerika və Cənubi Amerika qitələri, həmçinin Avstraliya qitəsində əhalinin təbii artımı yüksək olacaq. Əhalinin sayı azalan isə Avropada olacaq ya qitələr. Siz şəkillər oxuyaraq burada təhlil edə bilərsiniz. Ölkələrdə əhalinin artımı azalması çox olması ilə əlaqədardır. Burada demişdik, təsir amillər nə idi? İqtisadi inkişaf, müharibələr, təhsil səviyyəsi, ekoloji şərait və dini və milli adət-ənənələr təsir edir. Sonra bu ölkələrdə insanın həyat şəraitinə bağlı hansı problem meydana gələ bilər? İqtisadi inkişafı yüksək olan ölkələrdə həyat səviyyəsi yüksək, iqtisadi inkişafı zəif olan ölkələrdə isə həyat səviyyəsi aşağı ola bilər. Daha sonra deyək baxaq.
D sxemin əsasın sualları cavab verin. Çin və Hindistan əhalisinin təqribən neçə faizini təşkil edir? Biz buradan baxanda fikir veririk ki, təqribən Çin və Hindistan birlikdə dünya əhalisinin 35%-dən çox əhalisini özündə cəmləşdirir. Bu ölkənin dünya siyasi xəritəsi tapın və onların sahəsini və əhali sahəsini hansı əlaqələr olduğunu müəyyən edin. Yəni siz bu sizin müstəqil işinizdir. Siyasi xəritələrdə bu ölkələri tapıb, onların sahəsi haqqında məlumat əldə edib, əhalinin yerləşməsi haqqında məlumatlar əldə edə bilərsiniz. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videoda görüşəndə hələlik.